Koronavirusdan sonra ilk dəfə dünya yeni bir pandemiya həyəcanı ilə silkələndi. Hantavirus, hansı ki Argentinadan yola düşən 150 nəfərə yaxın sərnişin olan bir gəmidə hantavirus adlı bir virus yayıldı. Bu da dünyanı təşvişə saldı. Bəs bu virus nədir? Ona necə yoluxuruq? Hal-hazırda virusa yoluxanlarla bağlı vəziyyət necədir? Hantavirusa yoluxma halı qeydə alınanlar arasında 3 nəfər həyatını itirib. Hazırda əldə olunan məlumata görə müxtəlif ölkələrdən bu gəmidə sərnişinlər vardı. Hər ölkə öz vətəndaşını təxliyə etdi. Gəmidə olan 3 nəfər isə sərnişinlərdən 3 nəfər isə Türkiyə vətəndaşı idi. Hal-hazırda onlar Türkiyəyə gətirilib və müayinələr zamanı məlum olub ki, onlarda hantavirusa yoluxma halı qeydə alınmayıb. Lakin buna baxmayaraq onlar hal-hazırda karantindədirlər. 10 gündə bir isə müayinə prosesindən keçəcəklər. 5 nəfər Fransa vətəndaşı var və onlardan birinin hal-hazırda hantavirus simptomları daşıdığı qeyd olunur. 3 nəfər isə qeyd elədiyim kimi dünyasını dəyişib bu virusdan. Hantavirusla bağlı verilən açıqlamalar arasında maraqlı müsahibələrdən biri Türkiyə Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri Professor Mehmet Ceyhana məxsusdur. O bildirir ki, bu virus qriplə çox bənzərdir. İlk 1-7 həftədə bu virusun simptomları gizli şəkildə irəliləyir. Daha sonra isə ağır simptomlar görməyə başlayırıq. İlk həftələrdə, daha doğrusu simptomları görməyə başladığımız ərəfədə hansı hallar müşahidə olunur? Güclü baş ağrısı, ishal, ürək bulanma, əzələ ağrıları kimi, bəzən isə qusmalar qeydə alınır, deyir həkim. Daha sonra isə xəstəliyin ağır simptomları ilə artıq insanlar üz-üzə qalır. Bu, ölümcül böyrək çatışmazlığına qədər gətirib çıxarır. Bəs bu virusla insanlar necə yoluxur? Həkim bildirir ki, nadir hallarda gəmiricilərin dişləməsi nəticəsində birbaşa yoluxa bilir insanlar. Ancaq çox görülən yoluxma halları necə qeydə alınır? Belə ki, gəmiricilərin nəcisinin, sidiyinin və yaxud da tüpürcəyinin dəydiyi səthlərdə, yaxın bir bölgələrdə nəfəs aldığı zaman insanların, yəni bu onların nəfəs borusu vasitəsilə qəbul edir insanlar bunu. Daha sonra isə qeyd elədiyim kimi ağır, ilk öncə gizli, daha sonra isə get-gedə ağırlaşan simptomları görə bilirik. Müxtəlif, daha doğrusu virusun versiyaları var və bunun pandemiyaya gəlib çıxa biləcəyi ehtimalına qarşı Ümumdünya Səhiyyə Təşkilatı bir məlumat yaydı. Bildirildi ki, bu koronavirus qədər təhlükəli, pandemiya miqyasına gəlib çıxacaq qədər böyük bir virus olmasa da dünyanı yenə də diqqətli olmağa çağırdı Ümumdünya Səhiyyə Təşkilatı və bildirdiyim kimi doktor Mehmet Ceyhan qeyd edir ki, bu bir yay xəstəliyidir. Baharın sonuna doğru qrip artıq mövsümü başa çatdıqdan sonra bu virus dövrəyə girir. Yəni bir yay xəstəliyidir bu. Bu xəstəliyin, daha doğrusu virusun qarşısının alınması üçün hər hansısa bir dərman preparatı hələlik kəşf olunmasa da müxtəlif dezinfeksiya vasitələri ilə qorunmaq lazımdır deyə həkim əlavə edir. Bir daha qeyd edeyim, son günlərin olduqca həyəcan verici bir xəbəri idi bu hantavirus. Hazırda hantavirusla yoluxma halları ilə bağlı araşdırmalar aparılır. Daha doğrusu ən çox həmin gəmidə, Handius gəmisində olan insanlar üzərində müayinələr aparılır ki, əgər yoluxma halı qeydə alınarsa, həmin insanlar karantində tutulsun və ölkələrə bu virus yayılmasın.